Bir insanın dəyəri o həyatda olmayanda daha çox hiss olunur. O, şagirdlərinin sevdiyi, dostlarının hörmət etdiyi, ailəsinin fəxri olan bir insan idi. Bu gün onun həyatının son gününə ölümündən bir gün əvvələ gedəcəyik. Fuad müəllim mənim üçün təkcə əmi deyildi. O həm iş yoldaşı, həm yol yoldaşı, həm mənim üçün arxa dayaq idi. Fuad müəllimlə bağlı mənim çox təəssüratlarım var. Məsələn, mən düşünürəm ki, bir insan yaxşılıq nümunəsi olarsa, onda hansı yaxşılıqları biz görə bilərik. Baxıram Fuad müəllim həm yaxşı valideyn olub, həm yaxşı əmi olub, həm yaxşı müəllim olub, yaxşı qardaş olub, cəmiyyətə layiqli bir vətəndaş olub. Fuad müəllimlə bağlı əslində çox xatirələrim var mənim. Hardasa 2004-cü ildə tanımışam. Fuad müəllim gözəl pedaqoq olmaqla yanaşı, həm də gözəl bir məşqçi müəllim idi. Demək olar ki, Kürdəmirə ilk dəfə olaraq cüdo idman növünün yaranmasında böyük əmək olmuş bir insandır. Allah onun ruhunu şad eləsin. Yəni, mənim üçün bu gün doğrudan da çox çətindir ki, Fuad müəllim kimi bir məşqçi müəllimi, yoldaşı itirmişik gənc yaşında. İnanın ki, o sualın qarşısında mən əyiləcəm. Daha doğrusu əyiləcəm. Çünki elə bir sualdır ki, heç təsəvvürümə gəlməyən və düşünmədiyim bir sualdır. Mən Fuad müəllimə Allah rəhmət eləsin, uşaqlarını arzu edirəm ki, Fuad müəllimin yarımçıq qalan arzularını uşaqları davam elətdirsin və onların xoş günlərinə onun ruhu görsün və sevinsin, şad olsun. Mən bir dənə həyatda Fuad müəllimin ailəsinə, uşaqlarına bax, mən onu arzulaydım ki, Fuad müəllim onun üçün çox rahat olardı. Çox rahat olardı. Ruhu çox rahat olardı. O uşaqlarının xoş gününü görsə, o uşaqlarının şad gününü görsə, uşaqlarını özünün davamçısı kimi və arzularının yarımçıq qalanını bütövləşdirən kimi görsə, Fuad müəllim çox şad olardı. Çox şad olardı. Çok şad olardı. Fuad müəllim haqqında danışmağa o qədər sözüm var ki, yəni günlərlə danışsam bitməz. Fuad müəllim, yəni verilişin formatına uyğun olaraq mən biraz qısa danışacağam. Fuad müəllim təhsil sahəsində xidmətləri böyük olub. Yəni işlədiyi 18 il müddətində 6 məktəbdə işləyib. Məsələn, stansiya karlarda müəllim kimi fəaliyyət göstərib. Sonra bir məktəbində tədris üzrə direktor müavini işləyib. Kürdəmir rayonunda 6 saylı məktəbdə tədris üzrə direktor müavini işləyib. Qəsbəyində yenə tədris üzrə direktor müavini işləyib. Məsələn, Çörəndidə direktor kimi fəaliyyət göstərib. Yəni, bunun uğurları saymaqla bitməz. İşlədiyi müddətdə o qədər, məsələn, işinə, məsuliyyətlə yanaşıb ki, istəyib ki, həmişə öyrətdiyi tələbələr, nə bilim, müəllim yoldaşları həmişə istəyib ki, öndə olsun. İşlədiyi məktəb istəyib ki, həmişə birinci olsun. Gözəl pedaqoq, gözəl idmançı, gözəl qardaş, son dərəcə bu insan
xalqına, millətinə, elinə, obasına, bütün onun ətrafında olan iş yoldaşlarına sadiq insan idi. Hətta elə bir vaxtlar olurdu ki, bu adam bütün gecəni öz tələbələrinin gələcəkdə nailiyyətlər qazanmağından ötürü hər varianta əl atırdı ki, onun yetişdirdiyi insanlar, tələbələr, yəni gözəl nəticələr əldə eləsin. Fuad müəllim haqqında danışmaq mənə belə çox çətindir bir qardaş olaraq, çünki mən öz qardaşımı təsəvvür edirəm ki, bir arxamı, dayağımı itirmişəm. Amma Fuad müəllim belə götürəndə tək mən itkim yox, Azərbaycan xalqının, necə deyirlər, Kürdəmir elinin, Kürdəmir cəmaatının, Axtaçı bölgəsinin, yəni böyük itkisi idi. Mən son dərəcə bütün sosial şəbəkələrdə izlədiyim, gördüyüm, məsəl üçün Fuad müəllimin adı səslənəndə orada elə bir insanlar, gözəl ziyalı insanlar Fuad müəllim haqqında çox gözəl fikirlər səsləndirəndə mən bir daha başa düşdüm ki, mən bir qardaş yox, mən gözəl pedaqoq, nə bilim, gözəl insan, elinə, obasına yararlı bir insan itirmişik. Fuad müəllim tək mənim itkim yox, Fuad müəllim Axtaçı bölgəsinin itkisidir. Düzdür, mən bu yaxınlarda böyük qardaşım da rəhmətə getmişdi. Allah cəm ölənlərimizə rəhmət eləsin. Mən böyük qardaşım rəhmətə gedəndə fikirləşdim ki, bir ağsaqqalımı, böyük qardaşımı itirmişəm. Amma Allah mənə təzədən bir də bağrını yaşadanda, Fuad müəllimi itirəndə, o gün mən başa düşdüm ki, Fuad müəllimi tək mən yox, Kürdəmir cəmaatı. Bizim öz kəndimiz, elimiz, obamız, Fuad müəllimin yetişdirdiyi tələbələr. Yəni, onlar Fuad müəllimi itirdi. Mən Fuad müəllimi uşaqlığımdan tanıyıram. Yəni, onun tələbələri də var. Tural Salayev, Aslan, yəni hər ikisi və ondan digər çox idmançıları tanıyıram. Fuad müəllim onları Azərbaycan çempionatına aparıb çıxarıb və mükafatçılar sırasına da düşüb. Yəni, yığma komandanın tərkibində olub tələbələri. Fuad müəllimlə bir yerdə kompleksdə işləmişik. Yəni, mən orada artıq məşqçiliyə başlayanda o da məşq keçirdi. Yəni, bir yerdə güləşmişik, yarışa hazırlaşmışıq. Yəni, mənim özümü götürüb yarışa aparıb İstanbuldan. Bakıda yarışda iştirak eləmişik. Yəni, yaxşı da çıxış eləmişik. Fuad müəllim həm təhsil sistemində də işləyib. Yəni, Fuad müəllim sayılıb seçilən şəxsiyyətlərdən olub. Yəni, bugünkü gündə deyir, 2 dölər adı qalar. Fuad müəllim də yəni, o cür şəxsiyyətlərdəndir. Onun gözəl məşq üsulu var idi, metodikası var idi. Bununla yanaşı da gözəl tələbələri var idi. Demək olar ki, o dövrdə respublika səviyyəsində, respublika turnirlərində harasa onlarla onun tələbəsi yetişmişdi. Bu inkifafa da böyük bir mərhələ idi. Evlər olsun ki, bugün o aramızda yoxdur. Ancaq bu günləri şükürlər olsun ki, Kürdəmir rayonunda judo idman bölmələri yaşayır. Bu məni çox sevindirir. Bununla da biz deyərdim ki, gələcək nəslin formalaşmasında onun böyük bir əməyi olmuşdur. Ölümündən 2 gecə əvvəl o bizə gəldi, axşam saatları idi. Dedim, əmi, xoş gəlmisən, nə yaxşı. Bəs qardaşım oğlunu görməyə gəlmişəm, gəldim halınızdan, əhvalınızdan məlumat tutum. Söhbət elədik müəllimdən, sanki bu gəliş fərqli gəliş idi. Yəni, mən baxıram ki, həmişəki gəlişdən fərqli bir gəliş idi. Sanki bir insan ki, o müşahidə eləmişdi, insan dünyasını dəyişəndə sanki onun ürəyində bir onun ruhiyyəsi olur ki, mən bir neçə gündən sonra dünyamı dəyişəcəm. Müəllimin də bu gəlişi fərqli bir gəliş oldu. Bizdə xeyli söhbətlərimiz oldu. Həmişə dediyindən fərqli olaraq bir-birinizlə daha mehriban olun, bir-birinizin yanında olun, dayağı olun kimi sözlər də, tapşırıqlar da dedi bizə. Danışmaq olar, onunsa danışdıqca qutarmayacaq onun uğurlarından. Mən sevinirəm ki, fəxr edirəm ki, mənim elə bir qardaşım olub. Bir müəllim gəldi mənə dedi ki, bəs Fuad müəllim səni çağır. Düşdüm aşağı, dedi ki, məni rayona, kərara çatdır. Mən də mənim maşınım da oradaydı, dedi öz maşınım var. Neyse, bu maşını mindim, gətirdim bunu kərara gəlində, güya skor qabağı qarşılaşacaqdı bizlə, yəni qarşımıza gələcəkdi. O da gəlmədi, təcil yardım maşını. Çıxdıq, gəldik rayona. Rayona gəldik, bu arada yoldaşı buna zəng edir ki, nəfər sənlə belə elə.
Gəldik, postu keçəndən sonra yoldaşı bir də zəng eləndə qayıtdı ki, bəs Aysevinç, ağrıyıram, ölürəm. Elə dəndə inan ki, bilmədim maşını nətər sürdüm. Şeyə kimi yaxşı gəldim, bu dörd yola kimi bərk gəldim. Dörd yoldan avaryonunu vurmuşdum. Maşından bitər ki, gəldik xəstəxanaya çatdıq. Xəstəxananın qapısında darvazadan girəndə baxdım ki, bir qadın var orada. Dedi, bəs yoldaşım. Əl elədi ki, gəl təcil yardımı qabanı. Mən də maşını dayandırmadım. Çünki gördüm ki, vəziyyət yaxşıdır. Da belə yaxşı deyil. Xəstəxanaya çatanda necə düşdüm, rahat düşdü, bu sərbəst düşdü. Elə belə gəldi bu qoluna tərəf ki, yəni birdən yıxılar da. Gördüm, yox, sərbəst. Gətirdim, içəriyə gəldi, həkimə dedim ki, bəs belə-belə, bu narahatdır. Bunun ürəyini sazı yoxladılar, nə bilim, operasiya gətirdilər, bunu yoxladılar. Haradasa aradan bir yarım saat keçdi də mən arxayladım ki, xəstəxanadayıq, inşallah yəni heç nə olmaz da. Mənim yoldaşlarım rayondaydı, seçkin eləyə qədər olaraq. Onlar zəng elədim ki, bəs belə-belə, Fuad müəllim ağrıdı, mən gətirdim o xəstəxana. Gətirmişəm xəstəxana. Bunlar gəldilər yanıma, gəldilər.